Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Bölgə TV xəbər verir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər tərəqqi medalı ilə təltif ediliblər. Abdullayev Yaqub Bəkiroğlu, Ağarəhimov Cahangir Ağababaoğlu, Aslanova Elmira Aydın qızı, Bayramov Cahangir Tofiqoğlu, Əliyev Coşqun Ceyhunoğlu, Hüseynov Fikrət Akifoğlu, Məhərrəmov Azər Asifoğlu, Məmmədov Eduard Tofiqoğlu, Musayeva Vəfa Təbriz qızı, Rəcəbov Nurəddin Rəcəboğlu, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı verilib. Gözəlbəyli Zöhrab Katiboğlu, İmaməliyev Ələkbər Əbdülbağoğlu, Qədimova İlahə Akif qızı, Mirəliyev Mövlud Mustafaoğlu, Azərbaycanda idmanın inkişafında uzun müddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Əliyev Qərib Tələtoğlu, Həsənov Tərlan Əli Heydəroğlu, Xudiyev Asim Xəliloğlu. Rəna Rövşən qızı, BTV.